Bu ilin ilk 2 ay ərzində Azərbaycana xarici ölkələrdən 3727,2 ton kərə yağı ixal olunub. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 11,7 manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 8,9 manat olub. Açıqlanan rəqəmlərdən də göründüyü kimi, son bir ildə ixal olunan kərə yağının orta gömrük dəyəri 32,7% və ya 2,8 manat artıb. Kərə yağı Azərbaycana əsasən İran, Yeni Zelandiya, Belarus, Hindistan, Ukrayna, Finlandiya, Almaniya, Səudiyyə Ərəbistanı, Fransa, Türkiyə və Belçikadan ixal olunub. Qeyd edək ki, dünya bazarlarında da kərə yağının qiyməti sürətlə artır. Dünyanın ən böyük süd məhsulları ticarət platformasından biri olan Global Dairy Trade-də 15 aprel tarixində kərə yağının 1 tonunun orta topdan satış qiyməti 7679 dollar olub. Bu 1 kiloqram üçün təxminən 7,7 dollar və ya 13,1 manat deməkdir. Bildirək ki, kərə yağının qiyməti indiyə qədər bu səviyyəyə yüksəlməyib. Məsələn, 5 il əvvəl 2020-ci ilin aprel ayında 1 ton kərə yağının qiyməti 3860 dollar idi. Xatırladaq ki, Azərbaycanın kərə yağına olan tələbatı daxili istehsal hesabına tam qarşılanmır. Ölkənin illik kərə yağı tələbatı təxminən 45 min ton təşkil edir və bunun 15-16 min tonu hər il ixal olunur. İxal olunan məhsulun gömrük dəyərinin artması yerli bazarda satış qiymətlərinə də birbaşa təsir göstərir. Məsələn, bu ilin yanvar ayında marketlərdə ixal olunan kərə yağının orta satış qiyməti 22,6 manat olduğu halda, mart ayında bu göstərici 23,3 manata yüksəlib. İstər dünya bazarlarında qiymət artımı, istərsə də ixal xərclərinin bahalaşması daxili bazara da öz təsirini göstərməkdədir. Mövcud tendensiya onu göstərir ki, yaxın aylarda ölkə daxilində də kərə yağı qiymətlərində artım davam edə bilər. Qeyd etmək lazımdır ki, əvvəlki illərdən fərqli olaraq bu il Azərbaycana Hindistandan 210 ton kərə yağı ixal olunub və bu məhsul digər ölkələrdən gətirilən kərə yağları ilə müqayisədə nisbətən ucuz başa gəlib.